Belediyenin problemimiz odur ki, yani bu bizde bütün torpaq. Hər aza çıxacaqsa da bunu bize əvvəlcədən deyərdi. Biz o torpağın təyinatını dəyişdirməzdik. Bizi bu boyda aldatmaq olmaz. 7000 mən qazi olaraq qampulu olan adamam. Qampulumu mənim xaçlatmaq olarmı? Daşa, quma, sonra dağıtdırmaq olarmı xanım? Nə qədər müddətdir bu problemi yaşayırsınız? Bu problem 2020'den mən ev o setine belə yazılmışam. Mənlə prinsipə görə ki 2024-cü ildə mənim ev o setinə salıblar. Mən 3 ailə ilə bugünkü gündə kirədə yaşayıram. Mən indi ikinci yerimizdə görsətli bütün sənədləri çıxartdırdıq. İndi həmən sənəddə biz indi həraca çıxartmalıdırlar bizə verməklə ötəri. Bizdə hər aşda öz adamıdırmı Alik müəllimin? Alik deyəndəki Rıza Məmmədov. Öz adamıdır, kimdir? Yəni öz almaq istəyir yeri bilmirik. Bizim bu bələdiyədən bizim narahatçılığımız yəni daimidir. Belediye ne için size karşı böyle problemler Mən də onu deyirəm. Səbəbi nə göstərilir? Nə istəyir? Bəlkə də mən onun qohumuna küllatmışam olar da. Vallahi billahi deyirəm, yəni insanlıqda bəlkə qohum olub orada, inciyib məndən, küsübdür. Vallahi mən bunu indiyənə kimi əmidən, dayıdan, oğlumla bir sinifdə oxumuşam. Həmişə yaxınlaşanda müəllim, əmi, ay dayı, sağ qurban olum. Və ora dağıldı, 7000 elə getdi. Və buranın nətər olacaq? Narahat olmayın, problem yoxdur. Sənədləriniz yerində, qaydasında olacaq. Bugünkü gündə də əmlakda deyirlər ki, yalnız sizin sənədləri hərac yolundan verə bilərik. Hərac yolunda da bizdən başqa adamlar qoşulur. Neçə nəfər qoşuldular həraca? Həraca biz 3 dəfə vətəndaşlıqda, məsəl üçün bizdə qanunla hansı torpaqda, hansı regionda 5 ildən artıq yaşayırsansa da, orada sənin üstünlüyün var da, torpaqsa satılarsa. Amma buradan gəlir Şəmkidən şəhid ailələri, məsəl üçün Gəncədən qazilər, qarşıya girirlər müsabiqəyə. Bu işi torpağı tanımırlar. Deyirəm, torpaq harada yerləşir də heç bilmirlər. Qazi deyir onu. Qazi Bu qazi ilə qazini üz-üzə qoyurlar. şəhid ailəsi. Şəhid ailəsindən soruşuram, anam, sağ qurban olum, sən başına dönün. Mən orada balamın öz qan pulumu da sənin oğlun mən. Nə fərqi var ki? İndi mən belə gəldim, sənin oğlun da belə də. Mən canlı şəhidəm, hər gün yaşayıram o şəhidliyi. Başa baxın, mən Amma mənim narazılığım, mənim şikayətim Göygöl rayon Üçtəpə kənd bələdiyyəsindəndir, kənd sovetindəndir. Bildiniz nətər nə demək istəyirəm? Kənd bələdiyyəsi faktı bildiniz nətər? Yəni orada biz obyekt tikdirdik. 3-4 ildir bu münaqişələr gedir. Bildiniz nə demək istəyir? Nətər münaqişələr gedir? Yəni borca xərcə girdik. Orada bir obyekt tikdirik. Günü bu gün oranın nə sayğacını, nə qaz linasını, nə işıq linasını, heç hasını çəkdirib. Yəni orada heç bir iş görə bilmirik. Obyekt nədən ibarətdir? Obyekt hal-hazırda quru tikilmiş obyekti üstü örtülüdür, aynası, qapısı qoyulubdur, amma heç bir şey bildiniz nətər, yəni eləcə də qalıb, dayandırılıbdır. Çünki heç bir iş görə bilmirik. Nə işıq sistemi var, nə qaz sistemi var. Borca xərcə girmişik, biz də kasıb insanlarıq, bunu araşdırılası olsa yine bilinəcəkdə, yəni Göygöl Üçtəpə kəndində yaşayırıq. Adım Temrazov Mehdi Elşadoğludur. Özüm də qaziyəm. Yəni bunu bir dənə xahiş edirəm, yəni sizdən artıq dərəcədə bunu bir şey eləyərdiniz, işıqlandırardınız, bunu aidiyyatı olan orqanlara, aidiyyatı olan insanlara yəni yönləndirərdiniz ki, yəni baxsınlar, görsünlər ki, yəni günü bu gün Qarabağ qazisi nə vəziyyətdədir. Vallahi billahi yəni həqiqətən çox pis çıxılmaz bir vəziyyətdəyəm. Mən ilk gün düşdüm 44 günlük müharibədə, dədəm ürək xəstəliyi tapdı. Hal-hazırda ürək 19% işləyir. Mənim yəni şikayətçi olan mən yəni bələdiyyədən şikayətçiyəm, kənd bələdiyyəsindən. Bizi Allahdır, sənədlərin hamısını, bütün Bakı şəhər salmanın müsbət rəyinin, torpağın müsbət rəyinin alınmasıdır. Onda gəldi, bizi göndərdi ki, gedin sənədlərinizin dalından, gəldik xəstə canımızdan, gəldik oran müsbət rəyini aldıq. Əmlak komitəliyinə getdik, oradan müsbət rəyini aldıq. Yəni bizim başımıza hal-hazırda oyun açır. Xahiş edirəm bu haqda bir tədbir görəsiz.